ömrü uzun eləsin. Allah sizi xoşbəxt Amin. eləsin. Allah hamı olsun canı sağ. Olmaz ki, həmişə belə mehriban olar. Mehribançılıqdan yaxşı şey var dünyada. Ən qiymətli şey deyil bəyəm bu mehribançılıq. Nədir? Bax, bizim bu şəhərdə 3-4 dənə çörəkli yer var. Hamısı da öz əlimizdə. Ancaq biz bunun qədrini bilmirik. Ay anonimkalar yazırıq ha bir-birimizdən. Özü də insafsız yazırıq. İnsafsız. Rəhman. Bax, elə götürəysən. Prokurora yazırsan ki, güya mən 4000 manatlıq Yugoslavski Stenka mebeli sırmışam sənə 6000. Heç insafın yoxdur sənin. Sizin canınız üçün uşaqlar beləsin Bakıda heç 8000'ə də ala bilməzsən. 2 qat, 3 qat artığına verirlər orada. Nədir? Düz demirəm be ya? Haqlısan ha, haqlısan. Düzdür, doğrudur. Yazanda da gərək insaflı yazasan, ədalətlə yazasan. Bax, siz Səməd, danışanda ağzınızdan dür tökülür, amma işə gələndə mənim haqqımda yazmışdınız ki, hər biletinə 10 manat alıram. Nə vaxt olub, qardaş, hə? Nə vaxt olub? Mən mütəssir oldum, əhval-ruhiyyəm mənim dolaşdı. Axı, biz tibb işçisiyik, biz hələ vicdanımızı itirməmişik, elə deyilmi, tibb işçisiyik? Haqlısan. Əgər biz bir-birimizdən anonim məktub yazmağı yerə qoymasaq, inanın ki, batarıq. Gəlin belə deyik, Qurana əl basıb and çək ki, bu gündən bir-birimizdən anonim məktub yazmayacaq. Mən razı. Ağıllı təklifdir. Bir dəqiqə. Bismillahirrahmanirrahim. Allah, kes günahımızdan Allah. Kes günahımızdan. Gəlin and içək. Başqalarından necə? Yazmaq olar? Olar. Bax, mən bu Qurana əl basıb and içirəm. Bundan sonra bir kəlmə sizin barənizdə yaxşılığa, yap istəyə yazan köpəyoğlu da öz payına. Öz payına. Öz payına. Öz payına. Yaz oğul, yaz. Yaz ki, hörmətli yoldaş prokuror. Həkim Yunusov dünən xəstələrin palatasından çıxartdığı kondisioneri apardı evlərinə. Yaz oğul, yaz. Mən daha özüm yaza bilmərəm. Qurana and içmişəm axı. Vay. Yaz.